Haqq aşığı Dəli Dərviş 18-ci yüzilliyin 70-ci illərində Gümrüdə dünyaya gəlib. 19-cu yüzilliyin 30-cu illərində Gümrüdə vəfat edib. Deyilənə görə Arpaçayı kənarında ona vergi verilib. Haqqında olduqca az məlumat var, bəlli olanı budur ki, Dəli Dərviş hələ lap əncə yaşlarında haqq aşığı kimi tanınıb, ustad aşıq kimi şöhrət sahibi olub. Dərvişi, Gələndəri, Mətahı, Şahi Mərdan, Dərdi Min və başqa aşıq havaları olub. Dəli Dərviş həm də balaban, dərviş tütəyi, ney çalır, dərviş məclisləri də keçirərmiş. Onun balabanla, neylə dolana-dolana oxuması xüsusilə yadda qalarmış. Sonralar bu el sənətkarının qəbri ziyarətgah olmuş, müqəddəs sayılmışdır. El sənətkarlarından Aşıq Qəmbər Dəli Dərvişin qəbrini dəfələrlə ziyarət etmişdir.